Hörmətli izləyicilər, söz verdiyim kimi maşın hazırlıq kursunun 2024-cü il buraxdığı test riyaziyyat toplusunun, riyaziyyat test toplusunun ehtimal nəzəriyyəsi bölməsinin test 8 suallarının izahını verəcəm bugün. Yəni 8-ci testin suallarının izahını verəcəm. Bu dəfə belə paylaşdım. Bir müəllim məsləhət bildi ki, sual da burada olsa daha yaxşı olar. Təşəkkür edirəm həmin müəllimə də məsləhətinə görə. İndi biz başlayırıq bu sualları izah eləməyə, amma sual yarandığı təqdirdə yenə demişəm 051 952 22 92 070 952 22 92 nömrələrinə WhatsApp üzərində əlaqə saxlayıb, yəni hansısa sualın izahını başa düşmədinizsə soruşa bilərsiniz. Yəni burada belə bir böyük problem yoxdur. Yəni ki İndi başlayırıq birinci sualın izahından. Burada birinci sualımız belədir. A bərabərdir xy, yəni x plus 2y bərabərdir 20, xy-də daxildir n çoxluğunun elementləri arasında təsadüfən seçilən x-nin x böyük bərabər y bərabər silinin ödənməsi ehtimalını tapın. İlk öncə mən baxıram buradan. Bu olub nə? X plus y hətta 2y bərabərdir 20. Buradan bunu funksiya şəklinə salıram. 2y bərabərdir 20 minus x. Buradan da y bərabərdir 10 minus x böl 2. Buradan biz nə edəcəyik? X-in yəni elə qiymətlərini tapmalıyıq ki, yəni ki y natural qiymət alsın. Onun üçün gəlin ilk öncə x-in tam, yəni hansı 2-yə bölünür? 2-yə bölünən qiymətlərini yazaq. Yazaq birinci. X bərabərdir 2 ala bilər. Bəli, ala bilər. Sonra keçirəm 4 ala bilər, 6 ala bilər, 8 ala bilər. 2 artıraq da 10 ala bilər, 12 ala bilər, 14 ala bilər, 16 ala bilər. Sonra hətta 18 ala bilər. 20-ni yazmıram, artıq 0 eləyir. Yəni burada dayandırıram. Çünki mənə şərtdə deyir axı x və y daxildirlər nəyə? Natural ədədlər çoxluğuna. Artıq yəni 18-də dayandırıram mən. Keçirəm buna uyğun y-in qiymətlərini tapıram. 2-ni qoyuram burada yerinə. 9. Sonra 8, 7, 6. Sonra onu qoyanda 5, 4, yəni uyğun şəkildə 3, 2, 1. İndi burada hörmətli yoldaşlar, deməli x-in və y-in ala biləcəyi qiymətlərin sayı 9 dənədir. Deməli mümkün halların sayı nə qədərdir? 9 dənədir. Mıhısı yazmadım, elə mıhı yazıram, bilin ki, mümkün hallarda 9 dənədir. Yaxşı, axtardığımız əlverişli hallar nə qədərdir? Əlverişli halların sayını tapmaq üçün burada bizə verilib x böyük bərabər y. X axı y-dən böyük bərabər, bu hissədə ödənmir. Onu da başqa bir rənglə götürək, göstərək. Bax, bu hissədə ödənmir. Bu hissədə ödənmir. Bu hissədə ödənmir. Artıq buradan bu yana başlayaraq ödəyir. Yəni baxın, x böyük bərabər həqiqətən x-in aldığı qiymətlər y-in aldığı qiymətlərdən böyükdürlər. Hətta orada bərabər qiymət də ola bilərdi ki, onu da götürərdik də, yəni cavab kimi. 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənə də bu var. Onda biz öz ehtimalımızı tapmaq üçün 9-da 6 yazırıq. Yəni əlverişli hallar, böl mümkün hallar, bu da eləyir 3-də 2. Yəni rahatlıqla bu məsələni həll edirik. İndi mən burada, hörmətli yoldaşlar, videonu dayandırıb silirəm. Çünki siləndə bu başlıq zat hamısı nömrəzat gedir, başlıq gedir, test gedir. Yəni ona görə həmişə videonu dayandırıb silirəm. Yenidən başlayıram çəkilişə. Yəni kəsinti olmayacaq da. Yəni nəzərə alın ki, ardıcıl olacaq suallar hamısı. Silmə çünki bir 20-30 saniyə vaxt aparır da ən azından. Keçirik növbəti sualın izahına. O birinci sualıdır. Bu ikinci sualın izahına keçirik. İkinci sualı, yəni yaxşı bir sualdır. Gəlin belə yazaq. Belə. Başlayaq burada yazmağa. 1, 2, 3, 4, 1, 2, 3, 4 dənə xətt. Belə də 4 dənə xəttdir. 1, 2, 3, 4 dənə xətt.
Artıq biz burada bilirik ki A bax 1 2 3 4 5 6 B 7 8 9 10. Bu da C. Ümumiyyətlə mümkün halların sayını tapmaq üçün gəlin belə eləyək də. Bax A-dan C-yə belə bax 1 2 3 4 5 yuxarı da 5 üsulla gedə bilər. Mümkün halların sayı nəyə bərabərdir? Mümkün hallar bərabərdir. Ümumiyyətlə 10 dənədir. 10 faktorial bölünsün 5 faktorial vurulsun 5 faktorial. Bərabərdir. Bu rəng biraz pis rəngdir. Dəyişdirərəm indi. Daha bilmədim fərqli olduğu üçün. Burada da olur nə? 6, 7, 8, 9, 10. Bölünsün nə? 1, 2, 3, 4, 5. Bunları da ixtisar eləyəndə gəlin belə eləyək də. Bax bu 8 getdi. Bax burada bununla bu 3 getdi. 3 dəfə. Bununla da bu 2 getdi. Yəni 36 vur 7, bu da eləyir 252. Bu mümkün halların sayıdır. Ümumi halların sayını tapdıq. Düzdürmü? İndi keçirik biz əlverişli halların sayına. Baxın, əlverişli halların sayına diqqətlə fikir verək. Bax, buradan belə gəlib, qalxacaq, bax, bura kimi. Çünki məsələnin şərtində nə deyir? Məsələnin şərtində deyir, A-dan C-yə gedən ən qısa yolun B-dən keçməsi ehtimalını tapın. Əlverişli halların sayını tapmaq üçün nə edirəm? Sonraki hissəndə qoy yazım. Sonra C-dən keçmir. Onda sarı ilə qeyd edək. Bax, buradan gəlib keçər, bax, bura kimi. Bax, bura kimi. Buradan gəlib keçər, bura kimi. Bax, A-dan, yəni A-dan B-ni keçmək şərti ilə hara gedib çıxacaq? C-yə keçəcək. Ən qısa məsafədən söhbət gedir. Gəlin əlverişli halların sayını elə qırmızı ilə yazaq. Qırmızı yaxşıdır. Əlverişli hallar bərabərdir. A-dan B-yə nə qədər yol var? 6 faktorial. Yenə də olur 3 sağa, 3 yuxarı. 3 faktorial vur, 3 faktorial vurulsun. Yenə B-dən C-yə 4 vurulsun, 4 faktorial bölünsün. Nə olur? 2 faktorial vur, 2 faktorial bərabərdir. Burada da eləyəcək, nə eləyəcək? Burada da nə eləyəcək? 6 faktorial, yəni ki 4 vur 5, 6, 6, 20. 20 eləyir, səhv eləmirəmsə. Deməli, burada da neçə eləyir? İndi gəl bunu şifayət. Yəni burada 2 faktorial 3 dəfə 2 6, deməli 3 dəfə 4 12, 2-yə böləndə 6 bərabərdir 120. Yaxşı, bunu başa düşdük. İndi nə edək? Ehtimal bərabərdir. İndi hörmətli izləyicilər, mexaniki səhv olsa, yəni üzrlü sayın. Yəni ki burada yəni belə də hamısını şifahi həll eləyirəm mən. Yəni ona görə deyirəm, yəni gərək biraz üzrlü sayasız. İndi burada 120 12-yə bölünür. 252-ni də 12-yə bölə bilərik. Bu da 21 dəfə bölünür. Yəni bunun cavabı olur 21-də 10. Bu da bizim ikinci sualımız oldu. İkinci sualımız. Bu sualın da izahı gözəl sualdır. Yəni çətin sual da deyil, rahat sualdır. Keçirik növbəti suala. Üçüncü suala. İndi inşallah Allahın izni ilə mənim zənnimcə daha belə bu suallar da görünür. Bundan sonra nə qədər də misal izah eləsək, belə sualları da paylaşırıq. Sadəcə mən yazsaq da burada yəni ki lövhənin böyük olmasına görə, yəni ki 2 sual, 3 sual yerləşsin, ona görə elə izahat verirdim. Buyurun yəni bu məsələnin həllinə baxın. Anlaşılmayan hissələri yenə də xatırladıram. Nömrəyə müraciət eləyə bilərsiniz. Keçirik 3-cü sualın izahına. Yəni 3-cü sual da çox yaxşı bir sualdır. Yəni qəşəng bir sualdır. 3-cü sual. Torbada 6 qırmızı, 3 qara kürəcik var. 6 qırı, 3 qa. İndi burada 3 kürə çıxarılır. Çıxarılan kürələrdən ən az ikisinin qara. Yəni bax 2 qara, 1 ağ. Bağışlı, ağ nədir? Bağışlayın, ağ nədir? 2 qara, 1 qırmızı. Və yaxud da 3-ü də qırmızı, 3-ü də qara ola bilər. Çünki ən azı ikisinin qırmızı olması ehtimalını istəyir. Yox, qırmızı qara istəmir. Üzr istəyirəm. Qara tələb eləmir, qırmızı tələb eləyir. Mən qaranı çıxardım. Yəni eyni şeydir, narahatçılığa səbəb yoxdur. Yəni ən azı ikisinin qırmızı. 2 qırmızı şərti səhv oxumuşdum, üzrlü sayın. 1 qara. Yəni 3-ü də qırmızı ola bilər. Burada mümkün halların sayı yenə də bərabərdir.
Kombinezon 9 elementdən 3 bərabərdir. 9 faktorial bölünsün 6 faktorial vurulsun 3 faktorial. Burada da olur 84. Çünki 7, 8, 9 bölü 12 bölü 6. Deməli, orada 8'e 9, 72, 12, 6'ya böləndə 84. Amma əlverişli halların sayı kombinezon 6 elementdən 2 vurulsun kombinezon 3 elementdən 1. Yəni 2 qırmızı, 1 qara. Üstə gəl və yaxud da 6 elementdən 3 bərabərdir. 6 elementdən 2 nədir? 6 faktorial bölünsün. Yəni 5 vur 6, 15 vur 3. Üstə gəl 6 elementdən 3 də hər halda 20 eləyəcək. Bəli, 20-dir. Hər halda yox, 20-dir. 45, 65. Bu da cavab eləyir. P bərabərdir. Ehtimalı tapmaq üçün əlverişli halların sayına, mümkün halların sayına bölürəm. 65 böl 84. Çox gözəl məsələ idi və sadə, rahat məsələ idi. Keçirik 4-cü məsələyə. 4-cü məsələ də qəşəng məsələdir. Hətta üçbucaq məsələsidir. Burada üçbucağı belə çək edə bilərik. Baxın. İndi burada üçbucaq çəkməklə iş bitmir. Burada söhbət nədən gedir? Bu məsələ sertifikasiyaya düşmüşdü. Bu ilki sertifikasiya bilmirəm eynən bu idi ya biraz fərqli versiyada idi. Amma bu məsələdir. Ola bilər nöqtələrin sayı fərqli olsun. Məsələ olduğu kimi eyni məsələ idi. Burada hörmətli izləyicilərim, not n, m. Bax, deyir ki, burada neçə nöqtə var? Sayaq. Başqa rəngdən götürək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üçbucaq düzəltmək istəyir 3 nöqtədən. 3 nöqtə birləşdirilib üçbucaq düzəldilir. Yəni mümkün halların sayı nədir? Kombinezon 9 elementdən 3. Məlum məsələdir ki, 3 nöqtədən üçbucaq düzəltmək olar da. 2 nöqtədən üçbucaq düzəltmək olarmı? Xeyr, olmaz. Burada bərabərdir. Bu nə eləyir? 9 faktorial bölünsün 6 faktorial vur 3 faktorial. Bu da bərabərdir. Deməli 6'lar gedir. Çünki bunu yazaram 6 faktorial vur 7 vur 8 vur 9. Bölünsün 6 vurulsun 6 faktorial. Çünki 3 faktorial axı 6'dır. Deməli bunlar gedir, bu 84 eləyir. 84 eləyir. Yəni keçirəm əlverişli halların sayına. Yaxşı, əlverişli hallar sayı nədir? Biz bu qədər üçbucaq düzəldə bilirik. 9 elementdən 3. Bundan çıxıram, bax 1, 2, 3, 4. Bax burada 4 dənə. 1, 2, 3, 4. Burada 4 dənə. 1, 2, 3, 4. Burada da 4 dənə. Axı bir düz xətt üzərində olan 4 nöqtədən üçbucaq düzəltmək olmaz və yaxud da 3 nöqtə olsun. Lap belə. Axı üçbucaq düzəltmək bir düz xətt üzərində olan nöqtələrdən necə birləşdirib onları üçbucaq düzəldə bilərik? Onda bax, buradan çıxıram. Bir dənə xətt, 2 dənə xətt, 3 dənə xətt. Kombinezon 4 elementdən 3, çıx kombinezon 4 elementdən 3, çıx kombinezon 4 elementdən 3. Yəni bunlar da 4 verir. Yəni 84-dən çıxıram. 3 dəfə 4, 12. O da bərabərdir. Neçə eləyir? Deməli 2, 72. Sonra ehtimalı tapmaq üçün 72-ni bölürəm 84-ə. O da bərabərdir. Neçə eləyir? 72-ni 84-ə böləndə neçə eləyir? Yəni məlum məsələdir ki, yenə də bunu biz nə etməliyik? İxtisar eləməliyik də. Yəni ixtisar eləyə 12-yə bu 6 dəfə gedir, bu da 7 dəfə gedir. Məsələ gözəl məsələdir. Sertifikasiya sualımızdır. Yəni bu ilki sertifikasiya imtahanına düşən bir suallardandır. Yəni belə nəticəyə gəlir ki, sertifikasiya suallarını öyrənmək üçün, sertifikasiya imtahanına hazırlaşmaq üçün MHM-ə də nəzər yetirmək lazımdır. Çünki MHM-də mütləq orada sual olur. Keçirik növbəti suala. 5-ci suala. İstəyirəm ki, burada kəsintisiz çəkim. Axır əlim bir şey dəyir. Bu video məcburiyyət qarşısında qalıram, birləşdirirəm. Deməli, A hadisəsinin baş vermə ehtimalı. Bax, 2x kvadrat minus 5x plus 2 tənliyinin bərabərdir 0 tənliyin köküdür. Burada diskriminant tapaq. 25 minus 16 bərabərdir 9. x1 bərabərdir neçədir? 5 plus 3 böl 4 bərabərdir 2. x2 də bərabərdir. 5 minus 3, 2 də 1.
B hadisəsinin baş vermə ehtimalı bu tənliyin köküdür. Yəni 3x kvadrat minus 7x plus 2 bərabərdir 0. Diskriminant bərabərdir 49 minus. Deməli 2-də 3, 6-da və 4, 24. Bunu da bildik. Deməli 25. X1 bərabərdir 7 plus 5 bölü 6 bərabərdir 2. Ümumiyyətlə, ehtimal məlum məsələdir ki, yəni ikisi bərabər 1 olmalıdır da P. Bunu bilirik də. Yəni bu, bax budur. Bunlar ehtimal ola bilməz. X2 də bərabərdir nədir? 7 minus 5 bölü 6 bərabərdir 3-də 1. Bunlar uyuşmayan hadisələrdir. PA birləşir B bərabərdir. PA üstə gəl PB bərabərdir. 2-də 1 üstə gəl 3-də 1, o da bərabərdir 6-da 5. Bu da rahat bir məsələ idi. B variantı. Keçirik növbəti sualın izahına. Bir çevrə verib. Belə. Üzərində 6 dənə nöqtə qeyd olunub. Qeyd eləyək. A, B, C, D, Y, F. Bax, təsadüfən biri seçilir. Seçilmiş bu çoxbucaqlı dördbucaqlı olması. Bu əlverişli halımızdır. Mümkün halımız nədir? Kombinizon 6 elementdən 3. Yəni 3 bucaq düzəltmək olar. Kombinizon 6 elementdən 4. 4 bucaq da 6 nöqtədən düzəltmək olar. Kombinizon 6 elementdən 5. Üstə gəl kombinizon 6 elementdən 6 bərabərdir. Bu 6 elementdən 3-ü bilirik neçə verir? Deməli 3 faktorial, 3 faktorial, 6 faktorial. 6'ları da getir 4 5 20. 6 elementdən 4. Yəni ki neçə eləyir? Deməli 4 faktorial 5 6 2-yə böləndə 15. 6 elementdən 5 6, bu da 1. Bərabərdir neçə elədir? 35 36 42. Əlverişli halların sayı isə kombinizon 6 elementdən 4'dür. O da bərabərdir neçə eləyir? 15 eləyir. Ehtimal da bərabərdir 15 böl 42. O da bərabərdir neçə eləyir? 15'i 42'ye bölürük. Yəni ixtisar eləyirik də. Yəni o nöqtəyi nəzərdən deyirəm. 3'ə ixtisar eləyəndə 14'də 5 eləyir. Keçirik növbəti sualın izahına. Bu da çox rahat bir sualdır. Həddən artıq rahat bir sualdır. Məlum məsələdir ki, burada 6 dənə nöqtədən 6 bucaqlı, 5 bucaqlı, 4 bucaqlı, 3 bucaqlı düzəltmək olar. 2 bucaqlıdır. Daha 7 bucaqlı düzəltmə bilmərik ki, çünki nöqtə 6 dənədir axı. Başa düşdünüz? İndi keçirik bunu deyəm. Aha. Keçirik 7-ci sualın izahatına. Burada bir cüt zər atılır. Deməli belə deyək. Bax belə bir şey. Ya bunu belə eləyək. Belə eləyək. Yaxşısı budur, bunu bu şəkildə bir fiqur götürək, buradan həll eləyək. Deməli 1 2 3 4 1 2 3 4 5 6. Deməli buradan da yenə də 1 burada yazaq rəqəmləri lap. Qoy yazaq daha rahat olsun. 2 3 4 5 6 1 2 3 4 5 6. Yenə də eyni qayda ilə. Aha. Baxırıq bura. 1'in 1'i. 1'in 2'si. 1'in 3'ü. 1'in 4'ü. 1'in 5'i. 1'in 6'sı. Daha bildiniz də. Bu qayda ilə elə belə yazıram. Qoy geçsin. 2'nin 1'i. 2'nin 2'si. 2'nin 3'ü. 2'nin 5'i. 2'nin 6'sı. 3'ün 1'i. 3'ün 2'si.
3'ün 3'ü, 3'ün 4'ü, 3'ün 5'i, 3'ün 6'sı, 4'ün 1'i, 4'ün 2'si, 4'ün 3'ü. Bunları tez-tez yazıram. Beş qoşa, 5'in 6'sı, 6'nın 1'i, 2'si, 6'nın 3'ü, 6'nın 4'ü, 6'nın 5'i, 6'nın 6'sı. Bax, onsuz da biz bilirik ki, nə bilirik? Bax, baba buradan, bax belə, belə, bir də belə. Burada nədir? Mümkün halların sayı nədir? Mümkün halların sayı nədir? Otuz altıdır. Düzdürmü? Mümkün hallar 36'dır. Çünkü onsuz da say bu xanaların 36 dənə xana burada var. Birinin 6'sı, birinin. Yəni burayı al. İndi keçirik əlverişli halların sayına. Əlverişli halların sayı burada nə deyir bizə? Deyir ki, ədədlərin qarşılıqlı sadə ədəd olması. Gəl bunu biraz başqa rənglə seçək. Bax 1. Burada qarşılıqlı sadə olan ədədləri tapmalıyıq. Neçə dənə olmalıdırlar? Yəni onları tapaq. Başlayaq burada. Aşağıdan gedirəm yuxarı. 6'nın 5'i. Yəni bunlar ixtisar gedir. Bir də 6'nın 1'i. Bax 1, 2, 3, 4. Sonra bir-biri ilə qarşılıqlı sadə olanlardan söhbət gedir də. Yəni düşən xallar hansı ki, bax 5'in 1'idir, 5'in 2'si, 5'in 3'ü. Bax bunlar bir-biri ilə qarşılıqlı sadədir. Sonra 4'ün 1'i, 4'ün 3'ü, 4'ün 5'i. İndi yaddan çıxardan olsa təzədən sayaram, bir də baxaram. 3'ün 6'sı yox, 3'ün 5'i, 3'ün 4'ü, 3 qoşa yox, 3'ün 2'si, 3'ün 1'i, 2'nin 1'i, 2'nin 3'ü, 2'nin 5'i. Sonra bu. Sonra burada sayaq görək neçə dənədir? 1, deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 21. Baxay bir də. Deməli, burada bir qoşan yazdıq. Deməli, burada 6'nın 2'si, 6'nın 3'ü. Bir də baxay, sayay bunları. Diqqətlə sayay, hamısını yaddan çıxartdıq. Burada 5'in 4'ünü yaddan çıxartmışdıq. Onu qeyd elədik. 23 dənə eləyir. Sayay bir də. Bir də sayay bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23. Bəli. Deməli, üst düzə gələn ədədlərin qarşılıqlı sadə olması ehtimalını tapın. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni nə olmalıdır? 1 olmalıdır. İndi çoxu sual verə bilir ki, ay müəllim, 2, 2'ni götürdün, qarşılıqlı sadə deyil. 1, 1'i niyə götürdün? Ay qardaş, axı bunların ən böyük ortaq bölünəni 1'dir. Da bunlar bir qarşılıqlı sadə kimi götürülür də. Bu 1'ə bərabər olan ədədlər ümumiyyətlə qarşılıqlı sadə ədədlərdir. İstir eyni olsun, istir müxtəlif olsun. Dəxli nədir onun? Əslində bu videonu uşaqlar, hörmətli izləyicilər, uşaqlar deyirəm, ümumiyyətlə izləyicilərə. Mən dünən bunu çəkmişəm, yəni ki, əslində, amma böyük bir problemlə yaşamışam. Sualları izah eləmişəm, video qayd yoxdur. Sonra da silirəm, izah eləyirəm, silirəm bu qaydada. 1-2 saat, 3 saat belə əlləşmişəm, düzəldim, ya ki saat belə 1 saatdan çox da, biraz baxıram video qayd eləməmişəm, belə hallar da olur. O qədər zəhmətim boşa getdi. Əlverişli hallar bərabərdir 23. Bu da qəşəng rəngdir. Ehtimal bərabərdir 23 böl 36. Ümumiyyətlə, yəni yazıda rənglərin gözəlliyinə mən önəm verirəm. Keçirik burada növbəti suallara. Növbəti sualımız 0-15 parçasında. 15 parçasında olan ədədlərdən təsadüfən ikisi bu ədədlərin cəminin 16'dan kiçik və ya 16'ya bərabər olması ehtimalını tapın. Bu həndəsi ehtimaldır. Deməli, həndəsi ehtimaldır.
bu ədədlərin cəminin bir də baxaq. Tutaq ki, biri x-dirsə, mən elə x yazdım plus y. X yazdım, elə daha düşünmədim ardını. 16-dan kiçik və ya 16-ya kiçik bərabər 16. Yəni burada y kiçik bərabər mənfi x plus 16. Qəşəng, qrafik alındı. Deməli, onda y də belə qiymət ala bilər də. 15. Onda belə bir şey nəticə gəlir ki, bax, belə. Çünki bura baxın, x-ə 0 verəndə y-ə alırıq 16. Y-ə 0 verəndə x-ə alırıq 16. Düzdürmü? Yəni, rahatçılıqla biz bunu həll eləyə bilirik. İndi bax, bu 0-15 parçasıdır. Tutaq ki, bura 15-dir. Buradan 0-15 parçası. İndi bu, bax, bu tərəfi 0-dan 15-ə qədər olan kvadratı əhatə eləyir. 0-dan 15-ə qədər olan kvadratı əhatə eləyir. Yaxşı. 0-dan 15-ə qədər olan kvadratı əhatə eləyirsə tərəfi. Yaxşı, biz burada kiçik bərabər məlum məsələdir ki, bax, bizim, yəni ki, belə deyək də, bu tərəf bizə lazım olar. Bax, bura. Qrafik aşağı hissədə də kiçik bərabər. Böyük olsaydı o tərəf, yuxarı hissə. Bax, bu kvadratda bu tərəfi götürəm neçədir? 15. Rəngli yazaq. 15. Bizim əlverişli hallarımızın sayı nədir? Bax, onu da gəlin qeyd edək başqa rənglə. Bax, bura. Əlverişli hallarımız buradır. Mümkün hallarımızı tapdıq. Mümkün hallarımız nədir? 15 vur 15 bərabərdir 225. Yaxşı, bəs əlverişli hallar? Baxırıq, əlverişli hallar. Bax, bizim bu kvadratımızın bu hissəsi çöldə qalıb. Hansı hissəsi? Bax, bu hissəsi nə qalıb? Çöldə qalıb. Baxın, bura 1-dir. Düzdürmü? 1-dir. İndi biz x-ə 1 verəndə 15-i tapdıq da, düzdür? Bunu da lap belə eləyək. Bax, x-ə 1 verəndə 15-i tapdıq. Bax, buradan da 1 verəndə 15-i tapırıq. Düzdürmü? 2 dəfə xətlə belə çəkdim. Qəşəng alınsın. Deməli, bura 1 olanda bura 15 olur. Burada bax 1 olanda bura 15 olur. Aha, onda burada 1-dir. Burada 1-dir. Aha, burada 1-dir. Və indi bax, buradan bura kimi 15 deyir, 16, burada 1-dir, burada 1-dir. Onda bura olur 14, burada olur 14 də. Bax, bu düzbucaqlı üçbucağın sahəsi əlverişli hallar, yəni nədir? Əlverişli hallar bizdə nəyi göstərir? Yəni, bu hamısı, əlverişli hallar bura deyil. Bax, bu düzbucaqlı üçbucağın sahəsini kənara atmalıyam. Yəni, 225-dən çıxmalıyam 14 vur 14 böl 2. Yəni, bu da eləyir 225 minus 98. Neçə eləyir? O da 127 eləyir də. P də bərabərdir 127 bölünsün 225. Belə bir cavab baxaq var? Hə, var. İxtisar, yəni ki, daha ixtisara tənbəllik eləyir adam. Baxır, ilk öncə baxırsan, belə bir cavab var ya yoxdur. Əla bir məsələdir, möhtəşəm bir məsələdir. Həndəsə ehtimalından həll elədik. Çox gözəl bir sualdır. Bu bizim 8-ci sualımızdır. İndi izləyicilər düşünər, müəllim 8-ci suala bu qədər vaxt gedibsə, Allah bilir 20-ci suala nə qədər vaxt gedəcək. Belə izah edirəm ki, yaxşı başa düşəsiniz. Yəni, gözəl başa düşərsiniz. Keçirik neçənci məsələyə. Burada 9-cu məsələyə. Burada 7 müxtəlif məktub 3 boş poçt qutusuna atılacaqdır. Məlum məsələdir. Bunu artıq bilirik. 7 məktub 3 dənə boş qutuya mümkün hallar bərabərdir. 3/7 şəklində. Məsələn üçün, digər məsələdə də orada var, 8 sərnişon 4 vaqona 4/8 üsulla yerləşir. Bu məlum məsələdir də. Deməli, burada söhbət əlverişli hallardan gedir. Bu məlum məsələdir. Bu boş şeydir. Yəni ki, 3/7 üsulla məlum məsələdir ki, bunu adi bir uşaq da, yəni ki, 10-cu sinif uşaq da bilər ki, 7 müxtəlif məktubu 3 boş qutusuna, yəni neçə üsulla
atmaq olar. İndi burada şərt verib. Baxaq. Deməli, deyək ki, birinci, ikinci, üçüncü. Deyir, ikincisində ən azı 5 məktub olsun. 5 olsa, tutaq ki, deyək ki, birincisinə 2 məktub düşdü, buna 0 düşdü. Sonra belə də ola bilər də. Məsələn üçün, bax, 5 buna verdik, 2 bura getsin, 0 bura getsin. Sonra deyək ki, 5 bura gedib, bir dənə buna verək, bir dənə buna verək. Sonra deyək ki, ən azı 5 deyir, buna 6 vermişik. Buna 1 verək, buna 0. Sonra buna 0, buna 6, buna 1. Sonra belə o da ola bilər də, ən azı 5 deyir də, 0, 7, 7. Baxın, birinci nə edirəm mən? Bax, bu 2 dənə üçün yazıram. Kombinezon 7 elementdən 5-i seçirəm. Yerdə qalır 2 məktub. Onu da kombinezon 2 elementdən 2. Yerdəyişmələr vurulsun 2 faktorial. Bərabərdir. Bu eləyir 42. Sonra keçirəm bax buna. Kombinezon 7 elementdən 5. Vurulsun kombinezon 2 elementdən 1. Vurulsun digəri üçün də 1 elementdən 1. Vurulsun 2 faktorial böl 2 faktorial. Bax, bu təkrarı ortalıqdan qaldırmaq üçün. 7 elementdən 5 deməli neçə elədi? Bir dəqiqə. Bu belə 7 elementdən 5, 2 elementdən 1, 2 faktoriyalı 2, 21, 42. Bu da elədi 42. Aha. Bu nə oldu? Bu da 42, bu da 42. Hər ikisi 42 elədi. Nasıl yazay da? Keçə sonra bura. Kombinezon 7 elementdən 6. Vurulsun kombinezon 1 elementdən 1 vur 2 faktorial. Yəni 2 də. Bir dəfə o yana, bir dəfə bu yana. Bu da eləyir 14. 2 faktorial deyə çox adam bunu birinə səhv salır. Qaldı ki buna, bu da kombinezon 7 elementdən 7. Bu da bərabərdir 1. Ha bildik. Neçədən oldu? 42, 42. 84, o da 14. 98, o da 1. Alverişdə halların sayı 99 dənə tapıldı. Bu da nədir? Orada 3 üstü 7, bunu da yazaq. 3-ün kvadratı vur 11. Ehtimalı qayda yuxarı. Baba, bu rəngdən qaydıram. Baba, buradan qaydıram yuxarı. P bərabərdir. Deməli, 3-ün kvadratı, indi cavablara baxırıq. Böyle 11, 3 üstü 7. Deməli, bununla bu ixtisar gedir. 11 bölünsün 3 üstü 5. 243'də 11. Hani məsələ haradaydı? 243'də 11. Hansı nömrəli məsələ idi? Yo, bunun cevabı 243'də 11'dir. Bu məsələni dünən də yazmışdım. Başa düşdüm. Dünən o dedim video kayıtsız bilməmişəm, izah eləmişəm. 1 saat neçə dəqiqə silə bir də görmüşəm, kayd eləməmişəm. Orada da belə bir şey yarandı. Bu məsələnin cavabı dəqiq belədir. Bu heç, yəni bunun başqa yolu yoxdur. Yəni narahatçılığa səbəb də yoxdur. Yəni bu dəqiq yolu belədir. Yəni bunun üçün qəti narahat olmayın. Keçirik biz növbəti suala. Növbəti sualımız yenə də necədir? Tez-tez bunu silək. Bayda da dayandırmamışıq ki videonu. Nəysə sildik də artıq. Onsuz da tez-tez silirik. Elə siləndə biraz ruçkaya yəni ziyan olmur. Sizi də gözlətmək istəmirəm. Deyir, sual neçədir? 10'dur. 10-cu sualda nə deyir bizə? Sərnişin 8 sərnişin 4 vaqondan ibarət boş bir qatara minəcəkdir. Yəni burada birinci addım, birinci sərnişin üçün 4 variant var. İkinci sərnişin üçün də 4 variant var. Və burada belə deyək də, tutaq ki 4 bir vaqona minəcək. Yəni hərəsi üçün 4 variant burada var da. Yəni bu belə deyək də birinci, ikinci, üçüncü və ya dördüncü vaqona bunlar minəcəklər. Burada söhbət nədən gedir? Mümkün halların sayı olur. Nə qədər? 4 vur, 4 vur, 4 vur, 4 vur, 4 vur, 4, 4, 4, 4, 4, 4, 4, nəsə 8 dənə 4. Mümkün halların sayı oldu nə qədər? 4 üstü 8. Bunu bildik. Boş bir qatara minəcəklər. Buna görə birinci vaqonda yalnız 3 sərnişinin olması ehtimalını tapın. Birinci vaqonda yalnız neçə sərnişinin olması ehtimalını istəyir bizdən? 3 sərnişinin olması ehtimalını bizdən tələb edir. Yaxşı. Baxaq. Keçirik indi növbəti
hissəsinə. Əlverişli hallara. Ha. Birinci vaqonu yazaq, ikinci vaqon, üçüncü vaqon, dördüncü vaqon. Ha. 8 sərnişin var, 4, 4, 4, 4. Yəni burada bu qayda ilə bunu biz şeylədik, yazdıq. Yəni bunu da açığı, bunu da yenə də mən baxıram, orada məxrəclər 2 üstü. Yəni bunu da hələ gəlin 2 üstü 16 yazaq. Qoy sonra bir də vaxt itirməyək də. İndi sərnişinlərə seçim aparaq da. Ümumi 8 nəfərdən hər hansı 3 nəfərinin birinci vaqona minəcəyi, yəni burada neçənci vaqon deyir? Buna görə birinci vaqonda yalnız 3 sərnişin. Birinci vaqonda yalnız 3 sərnişin olması. Götürək, burada neyniyək? 3 dənə sərnişin. Kombinezon babun üçün. 8 elementdən 3-dən seçib mindirirəm bunu birinci vaqona. Sonra bunlar üçün qaldı neçə? 3 vaqon, 5 sərnişin. Başqa şərt yoxdur. Heç bir şərt yoxdur. Bəlkə qayda ilə bu 5 nəfər də bax bu 3 vaqonun içinə 3 üstü 5 şəkildə yerləşə bilərlər. Yəni 5 nəfəri hesab elə 5 dənə poçt məktubu, 3 boş poçt qutusuna 5 dənə məktub salıram. Belə də. Yavuz Kirəmitçinin kitabında bax buna aid qəşəng məsələlər var, həll olunub. Həll də olunub, yəni həlli tələb olunması suallar da var. Yəni o kitabı işləyənlər bilir. Yəni belə gözəl məsələlər var. Hətta orada daha çox çətin, kalitəli məsələlər var. O türklərin sözü olmaz. Çox gözəl, qiymətli məsələlər. Nəsə, burada əlverişli halların sayı oldu. Nə qədər? Kombinezon 8 elementdən 3 vurulsun 3 üstü 5. Yaxşı, bunu yazdıq. İndi 3 üstü 5. 3 üstü 5 var. Kombinezon 8 elementdən 3 indi. Bizə burada problem yaratmasın bir dənə. Bunu da yazı 56 vurulsun 3 üstü 5'dir. 8 elementdən 3 56 eləmir. 56 eləyir də. 56'ını da yazaq. Gəlin belə yazaq. 2'nin kubu vurulsun 7 vurulsun 3 üstü 5. Hə, bunu da yazaq. Ehtimal da bərabərdir. 2 üstü 16. Bu da 2'nin kubu vur 7 vurulsun 3 üstü 5. Hələ videoya baxıram. Allah deyirəm yenə dünənki səhv eləyərəm. 7 vurulsun 3 üstü 5. Bölünsün 2 üstü 13. Deməli 7 vurulsun. Bəli, Y variantı tamamilə doğrudur. İndi mən videonu dayandırıb silirəm. Çünki belə tez-tez silirəm. Qələm naqruzkaya düşür. Ona görə üzürlü sayın. Hə, heç bir onsuz da belə bir böyük vaxt çəkmədi. Keçirik. Nəyə? Biz neçənci suala? 10-cu suala. 10-cu sual gözəl sualdır. 10-cu sual, 10-cu sual, gözəl sual. Bu 10-cu deyilmiş, mən səhv deyirəm, 11-ci sualmış. Deməli, bir sırada düzülmüş, deməli 9 stula 6 nəfər təsadüfi şəkildə əyləşir. Hər hansı 2 boş stulun yan-yana gəlməməsi ehtimalını tapın. Bu məsələ yaxşı məsələdir. 9 stuldan təsadüfi deyək ki, o 3'ü boş qalacaq. Çünki 6 nəfər əyləşir də bu stollara. Yəni 9 stuldan hər hansı 3'ünün boş qalacağını, yəni belə deyək də, seçim variantı nə qədər olar? Kombinezonla 9 elementdən 3 olar. Çünki biz bunları gəlin belə eləyək də, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni ki, deyək ki, bax, belə 9 dənə necə düzəyir bunu? Neysə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, 6 nəfər oturdu. A, B, C, D, Y, F. Bax, bu 6 nəfər oturdu burada. Düzdürmü? İndi burada niyə 9 elementdən 3 seçdim? Hər hansı 2 stulun boş qalması, burada 3 stul boş qalıb. Yəni mümkün hallar nə qədərdir? Kombinezon 9 elementdən 3. Bir daha bu kombinezonu hesablamaq olmasın da. Allah hamd olsun. Bu da eləyir nə qədər? Deməli 9 faktorial yenə də 3, 6, 7, 8, 9 böl 6, 12, 84. Bunu belə başa düşdük, bildik. Yəni bu oldu mümkün halların sayı. İndi gəlin, burada deyir ki, heç bir iki stolun belə deyək də yan-yana olmasında, yəni burada
Stollar, yəni məsələn şərti hanı? Məsələ deyir şərtində hər hansı iki boş stulun yan-yana gəlməməsi. Burada yan-yana gələ bilirlər də, yəni boş stullar. Düzdürmü? İndi bax bu A, B, C, D, Y, F. Düzdürmü? Deməli, burada boş yer 1, 2, 3, 4, 5, 6, 7. Bax bu stulları bu boş yerlərə düzməliyəm ki, onlar yan-yana gəlməsinlər. Onda əlverişli halların sayı da olacaq kombinezon 7 elementdən 3. Çünki ikisi yan-yana gəlməsin. Başa düşdünüz? İkisi yan-yana gəlməsin. Bərabərdir, bu da eləyir nə qədər? Deməli 5 vur 7, 6 vur 7 vur 6 da. Deməli 5, 6, 7 böl 6, 35 də. Ehtimalımız nə olar? 35 böl 84 nə qədər eləyir? 14'te 5 eləyir. Yoxsa bunu 7'ye ixtisar eləyəndə 12'de 5 eləyir. Var belə bir cavab, C variantı. Qəşəng sual deyə, gözəl sualdır, maraqlı və əla sual oldu deyə bu. Belə suallar maraqlı olur da. Boş yerə necə düzmək lazımdır? Onlar belə boş yerlərə atırsan ki, yan-yana gəlməsinlər. Ehtimal nəzəriyyə ümumiyyətlə məntiq tələb eləyir. Yəni ümumiyyətlə ehtimal nəzəriyyə məntiq tələb eləyir və ehtimal nəzəriyyəsi demək olar ki, mən deyərdim ki, riyaziyyatın ən yaxşı bölmələrindən biridir. Ümumiyyətlə riyaziyyat həyatdır, riyaziyyat gözəldir. Riyaziyyat əla elmdir. Sadəcə olaraq ehtimal nəzəriyyə riyaziyyat elmini gözəlləşdirən, yəni ki, nətər deyim, daha da çox gözəlləşdirən bir bölməsidir. Yəni ehtimal nəzəriyyəni. Keçirik bura. Neçənci sualdır? Yenə də mən dayandırmadım, sildim. Yəni ki 12-ci sual. X, Y, Z müsbət həqiqi ədədlərdir. X üstəgəl Y üstəgəl Z kiçik bərabər 18. Əvvəla biz bunu 3 ölçülü fəzada qrafikini qura bilərik. X-ə 0 verirəm. X oxu məlum məsələdir ki, bu olsun. Y bu. Z də bu. Bu olur 18, 0, 0. Sonra bu da olur 18, 0, 0. Bu da olur 18, 0, 0. Dədə. Belə bir şey deyərlər ki, riyaziyyat müəlliminin etdiyi səhvə bax. 0, 18, 0. İkinci koordinatdıraq. Olur belə şeylər, hörmətli izləyicilər. Adam o qədər məşğul olur. Yəni artıq beyindəki dəmir deyil də. Bax belə bir həndəsi fiqur aldım. Bax bu nədir? Yəni nədir? Bir tetraedirdir. Tetraeder deyəndə piramidadır da. Yəni tilləri bir-birinə perpendikulyar olan piramidanın həcmini tapmaq üçün burada 18'dir, burada 18'dir, burada yadınızdadırsa V bərabərdir 6'da 1 ABC idi. Yəni burada olar deməli 18 vur 18 vur 18 böl 6. Yəni olar 3 vur 18 vur 18. Yaxşı. İndi gəlin keçək digər tərəfə. Olduğuna görə deyir x plus 2y plus 3z. Yəni bu mümkün hallarıdır. Bu mümkün hallarımı, bu mümkün hallardır. Qoy yazın, bilinsin. Bu isə mümkün. Kiçik bərabər neçədir? 12. İndi burada x-ə 0 verirəm. Yenə də gəlin belə bir dənə özümüz üçün piramida quraq. Yəni ki, 3 ölçülü fəza quraq. Z aplikat oxu, absis oxu, ordinat oxu. X-ə bax burada x-i tapmaq üçün y-z bu olur 12. 0, 0. Xəttə görə biraz üzürlü sayın. Y-ə 0 verəndə, x-ə 0 verəndə, x-ə 0, y-ə z-ə 0, y olur 6. Deməli, onda x-y-ə 0 verəndə 0, 0, bu da olur 4. Bəli, bəli, bəli. 4, 12, 6. Yenə də həminki qayda ilə əlverişli hallardır. V bərabərdir. 6'da 1, 6 vur, 12 vur, 4. Bu da olur 48. İndi burada ehtimalı tapmaq üçün P bərabərdir. Ehtimal necə tapıram burada? Ehtimal tapmaq üçün yenə də əlverişli halların, mümkün halların sayına baxıram. Burada necə tapıram deyəndə indi hamı elə bilər ki, müəllim ehtimal tapa bilmir. Ehtimal tapa bilirik. Sadəcə olaraq 3 vur 18 vur 18. Deməli burada da necə eləyə bilərik?
48 16 dəfə ixtisar gedir bundan. Burada da 18-dən 16 gəlin 2 ixtisar eləyir 9 dəfə. Deməli bu 18 qalsın 8 dəfə. Bunları yenə də 2 ixtisar eləyək. Bu 9 dəfə, bu 4 dəfə. Bu da eləyir 81-də 4. Çox rahatlıqla həll olundu. Əla məsələdir. Bax, belə məsələlər adama ləzzət eləyir, bax. Bunda yazı bərabərçilik, bunda. Bunu verib, müsbət həqiqi ədədlər üçün bunun isə olması ehtimalını tələb etdi. Keçirik növbəti suala. Növbəti sualımız da yenə də vaxtı dayandırmadım. Mən vaxtı dayandıram ki, video uzun olmasın, nəsə. Belə bir qısa, belə bir vaxt deyirəm, o da qənimətdir də. Yəni ki, loqaritma adam var, deyir video çox uzundur, ona görə girib baxmır. Amma öyrənmək üçün belə uzun videolara sizin ehtiyacınız var. X-2 modulda kiçikdir 9. Bu da -9 kiçikdir X-2. O da kiçikdir 9. 2 əlavə eləyirəm. 7 kiçikdir X. O da kiçikdir 11. Qəşəng. Burada da X-2 böyükdür 0 olmalıdır modulda. Onsuz da modul həmişə müsbətdir. Yəni X fərqlidir 2 olmalıdır. Loqaritmik 6 ifadə 0 ola bilməz. Bunu da bilirik. Sonra nə edirik? Keçirik. Nə edirik? Burada indi biz nə etməliyik? Burada bax alırıq. -6, -5, -4, -3, -2, -1, 0, nəsə düz 10-a kimi. Düzdürmü? Burada 1 də var, 2 də var da. Bax belə, bu 2-ni vurarıq. 2 axı bu şərtə ziddir. Yəni ondan çıxıram 6-nı, üstünə gəlirəm 1. Yəni mümkün hallarda bərabərdir. Mümkün halların sayını tapmalıyam da mən. Nə qədər eləyir? Deməli 17. Amma bu bir dənə 2-ni çıxıram axı buradan. Çıxıram bir dənə ədədi, o 2-ni olur 16. Mümkün halların sayını tapmaq üçün kombinezon olur 16 elementdən 2. Çünki orada özü belə deyir də. Deyir ikisi seçilir də. 16 elementdən 2 neçə eləyir? Deməli 10'a 15 vur 16 böl 2 8 120. Keçirəm indi əlverişli hallara. Əlverişli hallar. Bax bu ədədlərin içərisində -6 6, -5 5. Cəm 0 verən bunlardır. 4 4. -3 3. -2 2. Deyərsiniz ay müəllim niyə yazdıq? Yazdım sonra çıxaram da. -1 1. Müsbət 1. İndi sonra nə edirəm? Deməli, burada əlverişli halların sayı. Bax bunu çıxıram. Əlverişli halların sayı oldu nə qədər? 5 dənə. Ehtimal da bərabərdir 5 bölü 120. O da bərabərdir 24'də 1. Bu da oldu mənim ehtimalım. Ehtimal rahatdır. Sadəcə olaraq, yəni ehtimalın daxilinə girənlər üçün ehtimal daha da rahatlaşır. Yəni ehtimal çətin bir bölmə deyil. Sadəcə olaraq bu ehtimalın daxilinə girib bu ehtimalı bilmək lazımdır ki, yəni ehtimal nədir, nə deyil də. Yəni mən deyirdim ki, riyaziyyatın ən yaxşı, ən maraqlı, ən məntiqli və ən asan bölmələrindən biridir ehtimal nəzəriyyəsi. Bizim ehtimal ustadlarımız var, məsələn üçün mənim şəxsən hörmət etdiyim, yəni ehtimal nəzəriyyəsindən Babək müəllim, Əflatun müəllim, Etibar müəllim, Elşad müəllim, Mirzəyev, yəni çoxdur. Yəni və bir sıra müəllimlər var. Yəni ki, xüsusilə mən bunlara hörmətlə yanaşıram. Onlar mənim ustalarımdır, ustadlarımdır. Mən onları bir qiyabi də olsa, yəni düzdür. Yəni ki, şərt o deyil ki, kimsə kiməsə məktəbdə dərs versin, onu müəllim kimi yetişdirsin və ali məktəbə hazırlasın. Yəni hərənin bir, yəni ki, sevdiyi mütəxəssis var. Mən mütəxəssisləri ehtimal sahəsi üzrə çox sevirəm və onlara usta sənətkarlar kimi baxıram. Yəni onlar bizim Azərbaycanın fəxridir. Və bir sıra belə mütəxəssislər var. İndi mən adını hansının ki, müəllimlərin adları yadıma düşür, onları deyirəm. İndi keçirik neçə hansı suala. Aralarında Orxan və Elçinin də olduğu 10 nəfərdir. 10 nəfərdir. Burada Elçin də var, Orxan da var. Yaxşı olsun.
Deməli 10 nəfərdir. Bunları nə edirik? 10 nəfər futbol oyunu üçün 5 nəfərlik komandalara bölündülər. Bölünsünlər də. Tutaq ki, deyək ki, 5 dənə burada, belə deyək. 5 dənə burada. Bunu da belə götürək də. 5 nəfər də burada. Burada nədir? Söhbət nədən gedir? Deyir ki, komandalara böldülər. Orxan və Elçinin fərqli komandalarda. Birinci mümkün halları tapaq. 5-5 ayırmıram. Kombinizon 10 elementdən 5 vurulsun. Kombinizon 5 elementdən 5. Biri üçün 5, digəri də 5. Bu da olur. Kombinizon elə 10 elementdən 5. 10 elementdən 5 də 252 elədi də. Bayaqki ilk məsələmizdə bunu həll edik. Səhvə 447. O kvadrat məsələsində, yollar məsələsində 252. Yadımda oradan qalıb ki, 252-dir. Bəzi dəfə elə şeylər var ki, əzbərləmək lazımdır, hörmətli izləyicilər. İndi keçirəm burada. Nəyə keçirəm? Burada deyir ki, Elçin və Orxanın fərqli komandalarda olması ehtimalını tapın. Yəni, fərqli komandalarda olması ehtimalını tapın. Tutaq ki, burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, burada şərtə görə Elçin və Orxanla, belə deyək də, bunların fərqli komandada yerləşməsini biz bilməliyik. Düzdürmü? Deyək ki, bu olsun Elçin, bu da olsun Orxan. Olsun. Yaxşı, bu yerdə neçə nəfər qaldı? 8 nəfər, düzdürmü? Ha? Bu 8 nəfərdən axı komandalar 5-5 olmalıdır. Burada 5 nəfər, biri seçilib. Artıq 8 nəfərin içindən Orxanı atmışıq bu yana, Elçini bu yana. Əlverişli hallar bərabərdir. Bu 8 adamın içindən 4 nəfəri seçib bu birinci komandaya atacağım. Vurulsun. Yerdə qaldı neçə nəfər? 4 nəfər. O 4 nəfəri də belə atıram ikinci komandaya. Bax, bu ikinci komandaya. Bu da oldu əlverişli hallarımın sayı, amma bir şərt var burada. Yer dəyişmə var. Biri o yana, biri bu yana. Yəni, Elçin gələ bilər bura, Orxan bura, Orxan bura, Elçin. Yəni, bunu da vururam 2 faktoriala. Bunu unutmaq lazım deyildi və yoxda elə 2 dənə 8 elementdən 4-də seçə bilərik. Burada da olur. 2 vurulsun. Kombinizon 8 elementdən 4 neçə eləyir? Allah. Kombinizon 8 elementdən 4. 8 var. Nəsə yazaq. 5 vur, 6 vur, 7 vur, 8. 1 vur, 2 vur, 3 vur, 3 vur, 4. Gəlin belə eləyək. Bununla bu getdi. Bununla da bu getdi 2. Deyəsən alamı yatışdırdıq bir-birinə. 2 də 5, 10, 70, 140 eləyir. 140 səhv elədik, yəni 140. Hələ bir dənə gözləyək. 140. Belə bir cavablar yoxdur, cavablar 140. Nəsə elə, ehtimal bərabərdir. Bir də baxaq elə, 8 elementdən 4 vur 4 də, bu 5 vur, 6 vur, 7 vur, 8 düz yazmışıq da. 4 elementdən 4 də odur. Böl 4 faktorial vur, 4 faktoriallar getdi də. 1 vur, 2 vur, 3 vur, 4. Yəni nə 2 ilə 3 6 eləyir, 8 ilə 4 2, 4 də 5 20, 7 vuranda 140 düz yazmışıq da. P bərabərdir 40 bölü 252 neysə. Gəlin bunu 4-ə ixtisar eləyək. 35 dəfə. Bu da 4-ə ixtisar gedir. 63 dəfə. 7-yə ixtisar eləyək. 9 dəfə, 5 dəfə. Düz yazdıq. 9-da 5. C variantı. Qəşəng. Əla. Keçirik silməyə. Davam eləyirik. 3 eyni fizika və 4 eyni kimya kitablarının yanaşı şəkildə bir rəfə qoyulur. Yəni 3 eyni fizika, deməli, bir də 4 eyni kimya kitabı yanaşı şəkildə nə olur? Rəfə qoyulur. Bunu bildik, rəfə qoyulur. Qoyulsun, rəfə qoyulsun. İndi bunları nə deyir burada? Hər hansı fizika kitabının yanaşı, 2 fizika kitabının yanaşı olmaması ehtimalı. Olmaması ehtimalı üçün əvvəl bunların olmasını tapıb, sonra biz bunu belə həll eləyə bilərik. Cavablara baxa görək neçədir. Deməli,
Deməli. Gəlin birinci belə eləyək. Gəlin birinci yan-yana gəlməsi. Olması deyir, olmaması yox, olması deyir. Gəlin belə eləyək. Birinci kimya kitablarını düzək. Çünki 3 dənə fizika kitabı arasında kimya kitabı düzmək olmaz. Kimya. Bax, bunların arasında bax bu qədər yerlər var, düzdürmü? Belə də. 15-ci sualdır. Narahat olmayın hörmətli izləyicilər. Sual sayı az qalıb. Mən nə edirəmsə sizin yaxşılığınız üçün eləyirəm. Yəni uzun-uzadı izah eləməyim sizin yaxşılığınızadır ki, xırdalığına qədər gedək. Baxaq bura. Əvvəla burada 7 dənə kitabımız var. Hər hansı 2 fizika kitabının yanaşı olmaması ehtimalı. Bunu bildik. Belə deyək də, bu elə bil ki 1, 2, 3, 4, 5 dənə. Bu 7 dənə yerə 3 fizika kitabını qoya bilərik. Bunlar yanaşı da gələ bilər. Yəni 7 yerlikdir də hesab elə. Axı 7 kitabımız var. 3 fizikadır. 4 kimya. 7 yerlik rəfimiz var axı. Bu 7 yerlik rəfin istənilən çərçivəsinə 1, 2, 3, 4, 5, 6, 7. Xəttə görə biraz üzürlü sayın. Qələmin biraz xarab olub. Ona görə çox da yaxşı yaza bilmirəm. Həm də silmədə ona görə biraz gec olur ki, qələm xarab. Bax, bu 7 yer. Bu mümkün hallar nə oldu? Bərabərdir. Kombinizon 7 elementdən 3. 7 elementdən 3'ü hesabladıq. Məlum məsələdir. Bayaq hesablamışdıq. 35. Çünki 7 vur 6 vur 5. Qaydanda da və yaxud da 4 faktoriyalı at. 5 vur 6 vur 7. Məxrəci də 6, 6, 7. 5 ilə 7 qalır. Burada 35 eləyir də. Keçək əlverişli halların sayına. Gəlin neyniyək? Biz bax burada bu boş yerə ikisinin yanaşı olması üçün heç birinin yanaşı olmaması hadisəsinin yəni ki olmamasının bu sayını tapaq da. Yəni belə deyək də, yəni heç bir fizika kitabı məsələn üçün yan-yana gəlməməlidir ki, sonra onun ehtimalını tapaq və onun əks ehtimalını tapaq və aldığımız cavaba nail olaq. Deməli, burada nə edirik ilk öncə? İlk öncə nə edirik? Mən nə edirəm? Baxıram, deməli, əlverişli halların sayı. Yenə də becər yazdım, nəysə. Bundan yazı. Əlverişli halların sayı bərabərdir. Biraz qalın yazanda. Bax, 3 kitabı 1, 2. Bax, 1, 2, 3, 4, 5 dənə boş yerə qoya bilərəm. Kombinizon 5 elementdən 3 bərabərdir. Kombinizon 5 elementdən 3 nədir? 10'dur da. Burada ehtimalı tapıram. 10 böl 35. Bu da bərabərdir eləyir 7'də. Neçə ixtisar eləyirəm bunu? 5 ixtisarım. 5'e 7'də 2. 7'də 2. Bu gəlməməsidir. İndi bu 7'də 2. Deməli, bu sadəcə olaraq gəlməmə ehtimalıdır. Biz gəlməmə ehtimalı tapdıq, amma burada deyir hər hansı 2 fizika kitabının yanaşı olması ehtimalı. Bu bunun əksi olar da P bərabərdir 1 minus 7'də 2. Bu da bərabərdir 7'də 5. Hörmətli izləyicilər, belə bir cavab yox idi. Ona görə mən baxdım, biraz belə tərəddüd elədim. Misalımız doğrudur. İlk öncə biz yanaşı gəlməmə ehtimalını tapmalıyıq və ondan sonra əks ehtimalını tapıb, yəni birdən çıxmalıyıq. 7'də 2'ni hər hansı 2 kitabının orada 2 kitabın yanaşı gəlməsi o halları da var orada. Yəni ki, əslində məsələnin şərtində biraz yəni çatışmamazlıq var. Mən deyərdim ki, bu məsələni gərək belə idi. Hər hansı kitabın 2 kitabın yanaşı gəlməməsi olsaydı, cavab 7'də 2 olardı. Y variantı daha doğru olardı. Əla olardı. Amma bu kitabda yəni müəlliflə də əlaqə saxlamışam. Bəzi sualların cavablarında səhvlər var. Yəni ki, özləri də deyirlər, yəni sağ olsunlar. Yəni
Dedilər, müəllim, var, narahat olma. Hansı da olsa müraciət eləyə bilərsən bizə. Bəzilərinə müraciət eləyib düzəltmişəm mən. Yəni cavabları. Keçirik növbəti sualımıza. Növbəti sualımız, hələ görək burada fiqurlar var. Fiqur görək, başqa fiqur hansı var? Altı bucaqlı yoxdur. Nəsə yoxdursa eyb yoxdur. Canımız sağ olsun. Biz öz düz xəttimizi götürüb bir dənə altı bucaqlı da çəkərik də. Böyük bir şey deyil ki bu. Ha, indi sonra da öz ruskamızı götürərik. Deyir ki, tərəfi deməli 4-cü dərəcədən 3. Əvvəla mən bilirəm ki, mümkün halların sayını tapmaq üçün altıbucaqlının sayısı baba 6 dənə düz bərabər tərəfli 3 bucağın sayısına ibarətdir. Bax, belə. Belə. Hər bir bucaq da daxili bucağı 120 dərəcədir. Onu da bilirəm. Bax, bura 120 dərəcədir. 120 dərəcədir. Bunları bilirəm. Çünki düzgün altıbucaqlıdan söhbət gedir. Sahası olur 6 vurulsun a kvadrat kökdə 3 böl 4. Çünki bu 120 isə bunları çəkirəm, xarica çəkilmiş 60. Yəni bərabər tərəfli 3 bucaq. Alınır a kvadrat kökdə 3 böl 4. Böl 4. Bərabərdir. Bu da eləyir 3 kökdə 3. A kvadrat böl 4. Tərəf də 6 kökdə 3'dür. Bu da eləyir 3 kökdə 3. Vurulsun 36 kökdə 3 böl 4. Bu da eləyir 108. Yəni bununla bu gedir 9, 27, 81, 108 nədir? 81 oldu. 81. Aha. İndi burada bu hecə mümkün halların sayını tapmaq asan diye. Burada bir nöqtənin deməli içərisində çəkilmiş hər hansı bir nöqtənin altıbucağın təpəsindən ən azı yox, ən çox 2 santimetr. Bax, bu təpədən də 6 dənə burada var. Bax, 2 santimetr. Bu da ki, sektordur da, balaca sektor alınıb. Əlverişli halların sayını tapmaq üçün də həmin sektorların sahələrini tapmalıyam. Pi r kvadrat. R nədir? Bax, 2 demir. Onda burada 2'dir, burada 2'dir. Bax, bu sektor 2, 2'dir. Düzdürmü? Pi r kvadrat alfa böl 360 dərəcə vur 6. Çünki bundan 6 dənə burada var. Bərabərdir. Yazaq. Pi vur 2'nin kvadratı. Deməli bu. Bundan gedir də 12. 30 olmur dərəcə deyirəm. Demək 12, 30, o da 4. Pi vur 2 böl 15. Belə bir şey. Bir də baxaq. Yəni ki, burada bir də yanaşma eləyək. Yəni ki, burada baxırıq. Məsələnin şərtinə pi 2'nin kvadratı 120. Deməli 120. Vay, bu 2 mən götürmüşəm. Bu 120'dir. Mən nə etmişəm, ay Allah. Vay. Deyirəm axı bu cavablara uyğun niyə cavab 120 deyə bu. Vay. Üzürlü sayın biabır olduq, Allah hamd olsun. Riyaziyyat müəllimi gör nə boyda səhv eləyir. Bu da eləyir nə qədər? Deməli 4 pi. Hada 2'nin kvadratı da. Deməli 8 pi eləyir. 8 pi eləyir. 8 pi eləyir. Bu eləyir 8 pi. Bir dənə baxay, bir də əlverişli. Baxay, burada nə səhv eləmişik. Bu 4 pini düz tapdıq. Bu əlverişli hallar. Bu 4 pi deyirəm, 8 pi. 8 pini düz tapdıq. Çünki bura 120'dir. Baxıram. Sektorun sahəsidir də. Əlverişli halların sayı. Onu da 6'ya vurdum da. 720 böl 362 dəfə. Bu da 2'nin kvadratı 8 pi. Bu əlverişli hallar tamamilə doğrudur. Keçirik indi hara? Bura. Deməli bu 36 vur kökdə 3. Deməli 36 9 da 3. 27 3'e vuranda deməli burada bir dənə də 6 var axı. Bu 6'nı da yazmamışıq burada. Ay Allah. 6'nı da yazmamışıq. Görürsüz?
Altını yazmamışıq. Aha. 54, 162. Deyirəm axı bu məsələnin cavabı niyə alınmır? 162. Yorğunçuluq deyə yorğunçuluq. Dünən də kitabla çox məşğul olmuşam. Gecə saat 4-də işləmiş yatmışam. Yorğunçuluqdur. Deməli, P bərabərdir 8 pi bölünsün 162. Bu da eləyir 4 pi böl 81. Rahatlıqla bunun həllini həll elədik. Keçək növbəti suala. Bu neçən sualdır? Nömrəsini yazaydı 16. Bir də baxın bu suala, sonra keçək növbəti suala. İndi keçirik hansı suala? 17-ci suala. 17-ci suala. Deyir ki, burada nə deyir məsələdə? Deməli, burada deyir ki, 6 evli cütlük arasında 4 nəfərin seçilməsindən söhbət gedir. Burada 6 evli cütlük arasında 4 nəfərin seçilməsi və yalnız ikisinin evli cütlük olması. Baxırıq bu məsələyə. Maraqlı məsələdir və çətin məsələ deyil. Rahat məsələdir və maraqlı məsələdir. Deməli, ümumiyyətlə, burada belə deyək də, 6 dənə evli cütlük verilib. Seçilmiş 4 nəfərin yalnız ikisinin evli cütlük. Yəni, biz bu 12 nəfər arasından ilk öncə, yəni neçə nəfəri seçməliyik? 6 dənə evli cüt, 12 nəfərdir də. 6 evli cüt, 12 nəfər. Burada mümkün hallar olar bərabərdir. Əgər səhv etmirəmsə, kombinezon 12 elementdən 4. 12 elementdən 4 belə eləyir də. O da 12 elementdən 4 nə qədər eləyir? Deməli 9 vur 10 vur 11 vur 12 1 2 3 4 12 ilə 12 getdi. Burada 5 deməli 55 55-i də 9-a vuranda eləyir 495. Elə bil ki 12 nəfərin içindən 4 nəfər seçdə, 4 nəfər seçilir. Bu adi bir şeydir də. 12 nəfərin içindən 4 nəfər seçilir də. Deyir də. Yalnız ikisinin. İndi bu problem burada. Problem deyil. Yəni deyirəm ki, yəni bu asandır da. Yəni 12 nəfərin içindən 4 nəfəri biz götürüb seçdik. Burada nə var ki? Sadə bir şeydir də. İndi biz burada bir incə nüansa baxmalıyıq. Yəni bizim bu seçdiyimiz bu hansı ki qruplaşmalar ki yoxdur. Bunun içində bir dənə evli cütlük olmalıdır. Yəni 6 variant var burada. 6 dənə evli cütlük var. Çünki bu deməli 4 nəfərin yalnız 4 nəfərdən yalnız ikisinin iki cütünün demir, ikisinin seçilmiş variant sayı burada nə qədərdir? Belə deyək də. Əlverişli hallar üçün. Bax, birinci nə edirəm? Birinci. Bir dənə yəni mən evli cütlük olmalıdır da bu 4 nəfərin arasından. Düz deyil. Yəni ki, hər hansı birini məsələn seçirəm də. Kombinezon 6 elementdən 1. Sonra keçirəm. Məsələn üçün belə deyək də. Bu belə deyək də. Bir nəfəri seçdim. Deməli yerdə qaldı nə qədər? 5 ailədə. Düz deyil. Deməli, yenə deyirəm, 6 evli cütlük arasında seçilmiş 4 nəfərin yalnız ikisinin evli olması. Yəni, deməli, yerdə qalan 5 ailə, belə deyək də, 5 ailədən 2 fərqli ailə seçməliyik. O 2 nəfərin, belə deyək də, bu 5 dənədən 2 dənə seçək. Əvvəla seçək, bu 5 yerdə qalandan 2-sini seçək. Deməli, burada da çünki niyə ikisini seçirəm, onun da səbəbini deyərəm. 2 ailə ona görə seçirəm ki, çünki axı orada deyir axı ikisinin evli. Tutaq ki, bax A ailəsi ilə B ailəsini seçirəm. 5 dənə cütlük ailə qaldı. A, B, C, D, Y, F. Mən bu A-nı seçdim də, 6 elementdən birini seçdim. Sonra bu 5 dənədən bu 2 dənəni seçirəm məsələm üçün. Bax 2 dənəni seçdim, düzdürmü?
Sonra bir dənə də burada nüansa fikir vermək lazımdır ki, burada deyir ki, bu bizim birinci mərhələmiz oldu, bu ikinci mərhələmiz oldu. İndi burada sonra nə deyir? Deyir o digər iki nəfər ki yoxdur. Məsələn üçün deyək ki, ər buradan olsun, arvad buradan. Yəni kişi buradan, qadın buradan. Kişi, qadın buradan olsun. Sonra bilər qadın buradan olsun, kişi buradan olsun. Onlarda iki elementdən bir vurulsun, iki elementdən birdən seçə bilərik. Bu bir balaca məntiq tələb edən məsələdir. Belə çətin məsələ deyil də. Necə eləyərik indi burada? 6 vurulsun 10, vurulsun 2, vurulsun 2 bərabərdir 240. Mən əslində bunu əlverişli hallarını sadə düşünürdüm. Bu nəsə biraz belə qəliz alındı. Qəliz deyil, yəni belə maraqlı alındı da, ləzzətli alındı. Bir balaca burada bir balaca burxulsan, səhvə yol verə bilərsən. Ehtimal da bərabərdir 240 bölünsün 95. So. İndi bunu ixtisar eləyək, ay Allah. İndi gəl bunu ixtisar eləyək. Neçəyə ixtisar eləyir? Yaxşı. 240'ı bölək 495'ə. Gəl ixtisar eləyək. Belə elə. 4 9 3'ə bölək. Deməli 495-də 3'ə böləndə neçə eləyir? 165 eləmir. 165. Deməli indi 5'ə bölək. 16, 33. Sonra neçə? Bu ixtisar getmir. Cavabına baxay bir. C variantı. Qurtardı getdi. Rahatlıqla həll olunası bir məsələ idi. Yəni çətin məsələ deyil. Biraz burada nəyə fikir vermək lazımdır? Bu məntiqə fikir vermək lazımdır ki, burada bilirsiniz, o cütlüklərin seçilməsi məsələsidir. Tutaq ki, 6'sından 6 cütlükdən seçmisən. 4 nəfər deyil, 2 cütlük sayılır axı o da. Birini seçdin, orada qaldı 5 dənə cütlük. Oradan o 4 nəfərin içindən yenə 2 nəfər qalır axı. O 2 nəfəri də bu 5 cütlükün içindən seçməlisən. Sonra üstəlik də məsələn biri bundan, biri ondan, biri ondan, biri bundan. Bu qaydada belə. Burada da 2 faktorial da ola bilər. Məsələn üçün 2 elementdən 1 vur, 2 elementdən 1 də ola bilər. Sonra keçək öz növbəti sualımıza. Növbəti sualımız necədir? Yenə də vaxtı dayandırmadan sildim. Mən istəyirəm qənaət eləyim. Vaxtı amma qənaət eləyə bilmirəm. Yəni sizə görə qənaət eləmək istəyirəm. Məndən olsa oturub bir dənə testi 3 saata lap xırdalığına qədər gedərəm. Çünki görürəm ki, deyirlər müəllim çox belə vaxt sərf eləyir sizə. Mən bunu eləyirəm, sizə görə eləyirəm də. Deməli, bir qutudakı yaşıl topların sayı mavi topların sayından 3 dəfə çoxdur, belə deyək. Yaşıl topların sayı, mavi, mən belə orada başqa şey yazılmışdı, mən başqa şey oxudum da, daha önce artıq oxumuşdum ona görə. Yəni burada mavi topa görə x-dirsə, yaşıl top 3x-dir. Mümkün halların sayı isə cəm 4x-dir. 2 top seçilir deyir, belə deyil. Mümkün hallar kombinizon 4x elementdən 2. O da bərabərdir 4x minus 4x faktorial bölünsün 4x minus 2 faktorial vur 2 faktorial. Burada da olur. Deməli 4x vurulsun 4x minus 1. O getdi ondan böl 2. O da bərabərdir 2x vurulsun 4x minus 1. Düzdür. Belə yazıq. Sonra kesirik əlverişli halların sayına. Əlverişli halların sayında nə deyir? 2 topun fərqli rəngdə. Kombinizon x elementdən 1 vurulsun. Kombinizon 3x elementdən 1. O da bərabərdir 3x kvadrat. Sonra burada da olur 3x kvadrat bölünsün 2x vurulsun 4x minus 1 bərabərdir 22'də 9. Bundan bu ixtisar gedir 3 dəfə. Bu da bundan ixtisar gedir 11 dəfə. Bu da bundan ixtisar gedir x dəfə. Burada olur 11x. Belə bir şey alınır. Bərabərdir 12x minus 3. X bərabərdir 3. 3 tapdıq. İndi nədir? Qutda əvvəl neçə mavi top? Bəli, mavi topların sayı 3 dənə.
mavi 3. Mən vaxtı dayandırıram, silirəm çünki çox gedir. Hə. Keçirik növbəti suala. 19-cu suala. 19-cu sual A bərabərdir. Baxıq. 1, 2, 3, nöqtə, 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 15. Təsadüfən seçilən 3 elementin. Çətin sual deyil. Buradan təsadüfən 3 element seçirəm. 3 element seçmək nədir ki? Mümkün halların sayı kombinezon 15 elementdən 3-dür. MH. MHM və MH. 15 elementdən 3. Yəni burada olur nə? Deməli, nə olur ay Allah? 13 vur 14 vur 15 böl 6. 2 vur 3. Deməli 5 vur 7 vur 13. Bu da eləyir. Yazaya 15 faktorial bölünsün. Vaxt itirməyə 12 faktorial vurulsun 3 faktorial bərabərdir. 13 vur 14 vur 15 bölünsün. Deməli 2 vur 3. Bundan bu getdi 5 dəfə. Bundan bu getdi 7 dəfə. 91'i 5'e vuranda 495 eləyir. Neçə eləyir? Yox 455'e. Bağışlayın. 455'e 95. Belə xırda səhvlər adamı uçuruma aparır da. Sonra keçirik əlverişli halların sayına. Əlverişli halların sayı necə tapılacaq? Ardıcıl olması deyil. 1, 2, 3. 2, 3, 4. 3, 4, 5. 5, bağışlayın 4, 5, 6. Nəhayət ki də belə gedək. Deməli 13, 14, 15. Burada 13 hal var. Və 13 hal var. İndi nə edirəm? Sonra nə edirəm? Deyir ki, oxuyuram. Ardıcıl ədədlər olması ehtimalı. 13 hal var da. 13. Bu da eləyir. Neçə eləyir? Deməli, bir dəqiqə. 3 dəfə 39, 65, 35'də 1. Rahatlıqla bu misalın da həllini yazdıq. Keçirik növbəti misala. Növbəti misalımız da rahat misaldır. Deməli, burada söhbət nədən gedir? Burada 20-ci sualda söhbət nədən gedir? 8 pul, dəmir pul 8 dəfə atılır. Məsələn, bir dəmir pul 1 qəpik. Bir dəfə atılarsa mümkün halların sayı 2 üstü 1'dir. 2 dəfə 2 üstü 2'dir. 3 dəfə 2 üstü 3'dür. 4 dəfə 2 üstü 4'dür. Bu 8 dəfə atılırsa burada mümkün halların sayı nə qədər olur? 2 üstü 8 olur. Düzdürmü? 2 üstü 8 olur. İndi mən götürüb nə edirəm burada? Əlverişli halların sayını tapıram. Bu 2 üstü 8 ise bu 256'dır. 16 vur 16'da. Yəni 256. İndi burada əlverişli halların sayını tapmaq üçün xəritə özünün rəqəm üzündən çox gəlməsi. Yəni xəritə gərək böyük olsun rəqəmdən. Gəl belə eləyək. Deyək ki, 8 dəfə atmıram. Gəl belə eləyək də. Deyək ki, 8'in də bu xəritə düşdü. Rəqəm düşdü 0. Sonra 7 xəritə bu 1. 6 xəritə bu 2. 8 olur da. 5 xəritə bu 3. Artıq növbəti hissəsini yaza bilmirəm. Niyə? Bax 4, 4. Axı çox deyil, bərabərdir. 3, 5. Axı xəritə kiçikdir rəqəmdən. Bunu vururam. İndi olur burada. Burada olur kombinezon 8 elementdən 8 bərabərdir 1. Kombinezon 8 elementdən 7 olur burada. Bərabərdir 8. Kombinezon 8 elementdən 6 olur burada. Bərabərdir neçə eləyir? 8 elementdən 6, 56 bölü 2, 28. Kombinezon 8 elementdən 5 bərabərdir. Neçə olur? 8 elementdən 5 elə 8 elementdən 3'ə bərabərdir də. Yəni atışların sayını yazıram da orada mən. İndi çoxu deyər ki, müəllim gərək yazaydın 8 elementdən 8 bərabərdir 8 elementdən 0. Bala, elə eyni şeydir də. 8 elementdən 7, 8 elementdən 1'ə bərabərdir. Yəni qısaldılmış şəkildə yazdım.
Yəni deyər ki, rəqəmi də gərək nəzərə alaydın. Bərabər onları yazaydın da. Yəni belə demək istəyir də. Yəni kombinizon 8 elementdən 8 bərabərdir kombinizon 8 elementdən 0, o da bərabərdir 1. Kombinizon 8 elementdən 7 bərabərdir kombinizon 8 elementdən 1 bərabərdir məsələn üçün 8. Yəni ehtiyac yoxdur. Elə bunu bu hissəsini kifayətdir yazmaq. İndi burada kombinizon 8 elementdən 5 neçə eləyir? Bu 5, 3, 8 faktorial, 3 faktorial vur, 5 faktorial, 5'ler getdi, 6 getdi, 8 bölü 6, 56. İndi 56 üstə gəl 28, üstə gəl 8, üstə gəl 1 bərabərdir, eləyir 93. Bunu da hesablanması üçün ehtimalı da hesablayıram, eləyir 256 da 93. Yəni əlverişli halların sayını bölürəm mümkün halların sayına. Yenə də deyirəm, hörmətli izləyicilərim, ehtiyat yarandıqda bax 051 952 22 92 079 52 22 92 nömrəsinə, yəni ki, əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən. Qaldı ki, əgər kimin ürəyindən keçərsə, yəni onlayn hazırlıq kimin ürəyindən keçərsə, mənə şəxsən müraciət eləyə bilər. Onlayn fərdi şəkildə qəbul olunur. Çox münasib bir qiymətə qəbul olunur. Respublikada demək olar ki, belə bir qiymət yoxdur. Qaldı ki, nəticəmi də bilmək istəyirsinizsə, mən yəni Azərbaycan Respublikasında bir sıra yəni tanınmış mütəxəssis şagirdlərim var ki, mən onlarla fəxr eləyirəm. Onlar mənim fəxrlərimdir. Yəni gələcəkdə siz də mənim fəxrlərim ola bilərsiniz. Hörmətli şagirdlər, söhbət şagirdlərdən gedir. Belə də ki, Facebook səhifəmə girib, yəni ki, baxa da bilərsiniz. Kombinatorika və ehtimal nəzəriyyəsi səhifəsinə girib, yəni ki, orada mənim həllərimi də görə bilərsiniz Facebookda və digər müəllimlərin həllərini də görə bilərsiniz. Möhtəşəm peşəkar müəllimlərimizin həlləri var orada. Yəni yenə deyirəm, onlayndakı möhtəşəm bir qiymət. Yəni respublikada belə bir şey yoxdur. Fərdi şəkildə özdə onlayn hazırlığı keçirilir. Sadəcə olaraq şagird yoxlanılıb qəbul olunur. Yəni səliş şəkildə izahat verilir. Çox səliş şəkildə. Mövzunu başa düşmədsə şagird, mövzu yenidən izah olunur. Mən ümumiyyətlə qrupla, yəni ki, dərs keçməyi sevmirəm. Əgər qrupla dərs keçsəm də onlayn şəkildə, həmin qrupda yəni ki, maksimum 5 nəfərdən artıq götürmürəm. 5 nəfərdən artıq götürmürəm, amma qaldı ki, orada da qiymət çox münasibdir, həddən artıq. Yəni respublikada belə bir şey yoxdur. Təşəkkür edirəm, hörmətli izləyicilərim, sağ olun.